Əslim Laçınlıdır, amma məcburi köçkünlük dövründə valideynlərimiz Ağcabədidə məskunlaşdığı üçün orada doğulub boya-başa gəlmişəm. Lakin az yaşımdan başlayaraq mən həmişə Laçın həsrəti çəkmişəm. Əslən Şuşa şəhərindənəm. Məcburi köçkün kimi ailəmlə birlikdə Bakı şəhərində məskunlaşmışıq. Mən vətənpərvər ailədə doğulmuşam. Vətən sevgisi ailədən başlayır. Atam Ələkbərov Cahid həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində iştirak edib. Ali Baş Komandan cənab İlham Əliyev və Müzəffər Azərbaycan ordusunun təşəbbüsü nəticəsində 2020-ci ildə Qarabağımız işğaldan azad olundu. Artıq biz məcburi köçkünləri bir şey maraqlandırırdı: qayıtmaq və doğma torpağımızda məskunlaşmaq. Biz sentyabrın 25-i 2025-ci ildə öz ailəmizlə birlikdə Xocalı rayon Şuşa kəndinə məskunlaşdıq. 2025-ci ilin sentyabr ayında ilk köçdə Şuşa kənddə məskunlaşdıq. Orada bizi hər cür tam gözəl təmirli, gözəl şəraitli evlə təmin etdilər. Təbii ki, köçdükdən sonra işlə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət elədik. Mənə bildirdilər ki, Xan kəndində Rabitə Bank filialı açılıb və mənə oraya müraciət etməyi bildirdilər. Mən təlimə cəlb olundum. 1 aylıq təlim dövrün başa vurduqdan sonra hazırda Rabitə Bankda mikrokreditlər şöbəsində işləyirəm. Qarabağda yaşamaq nə qədər gözəl hiss olsa da, orada işləmək, fəaliyyət göstərmək də o qədər qürur verici bir hissdir. Bunun üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Dövlət Məşğulluq Agentliyi tərəfindən bildirildi ki, Xankəndi şəhərində Rabitə Bank açılacaq və müştəri təmsilçisi üzrə uyğun vakansiya var. Bu vakansiya ilə maraqlandım və təlimlərə cəlb olundum. Təlimi uğurla başa vurdum. Hal-hazırda Xankəndidə yerləşən Rabitə Bankda müştəri təmsilçisi kimi fəaliyyət göstərirəm. Hər gün saat 9-da işə gəlirəm. Çalışırıq ki, Qarabağa gələn biznesmen və sahibkarlara maksimum dərəcədə köməkdarlıq eləyək. Vəzifəm müştəri təmsilçisi olduğu üçün müştəriləri ilk olaraq mən qəbul edirəm. Onları maraqlandıran suallar haqqında məlumat verirəm. Hansı şöbə ilə maraqlanırlarsa, adəti üzrə onları mən yönləndirirəm. Vətən uğrunda öz canından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin və cənab prezidentimizə öz təşəkkürümü bildirirəm. Artıq Qarabağda həyat çox canlanıb və daha da inkişaf etməsi həm Azərbaycanımız üçün, həm də bank sektoru üçün çox yaxşı nəticələr verəcək. Hər şey yaxşı olacaq.